Bir sual verim. Son 24 saatda telefonuna neçə dəfə baxmısan? Düzünü de. Xatırlamırsan. Çünki biz artıq telefona ehtiyac olanda yox, sadəcə boşluq hiss edəndə əlimizi ona atırıq. Səbəb olmadan, şuursuz şəkildə. Vərdiş kimi. Bu gün sənə bir həqiqəti göstərəcəm. Bəlkə də bu videodan sonra telefona əvvəlki kimi baxmayacaqsan. Bu kiçik cihaz həyatımızın mərkəzinə çevrilib. Səhər gözümüzü açan kimi ona baxırıq. Gecə yatmazdan əvvəl son gördüyümüz şey yenə odur. Sosial şəbəkələr elə qurulub ki, sən çıxmaq istəyəndə belə çıxmayasan. Bir video bitir, o biri başlayır. Bir şəkil keçir, digəri gəlir. Sonsuz axın bitmir. Bu təsadüf deyil. Sənin diqqətin onların qazancıdır. Hər sürüşdürmədə beynin kiçik bir həzz alır. Dopamin. Kiçik, ani, amma təkrar-təkrar. Və ani həzz uzunmüddətli boşluq yaradır. Telefon səni xoşbəxt etmir, sadəcə müvəqqəti yayındırır. Deyirik ki, cəmi 5 dəqiqə baxım, cəmi 5 dəqiqə. Amma o 5 dəqiqə 1 saata çevrilir. 1 saat 2 saata. Gün ərzində 3-dən 4-ə qədər saat telefon istifadə edirsənsə, bu o deməkdir ki, ildə həyatının təxminən 50-dən 60-a qədər günü sadəcə ekrana gedir. Təsəvvür et, 2 ay. Sənin ömründən 2 ay sadəcə sürüşdürmək üçün. Və ən qorxulusu budur ki, sən bunu hiss etmirsən. Vaxt sakitcə gedir. Telefon vaxtı səssizcə oğurlayır. Sosial mediada hamı xoşbəxt görünür. Hamı uğurludur, hamı gülümsəyir. Səyahətlər, bahalı həyat, filtrlənmiş üzlər. Amma biz bilmirik ki, gördüyümüz sadəcə seçilmiş anlardır. Heç kim ağladığı anı paylaşmır. Heç kim qorxularını göstərmir. Biz başqasının ən yaxşı 1%-ni öz həyatımızın 100% ilə müqayisə edirik. Sonra içimizdə bir səs başlayır. Mən yetərli deyiləm. Mən geri qalmışam. Mənim həyatım maraqsızdır. Və bu səs yavaş-yavaş özünə inamı zəiflədir. Telefon təkcə vaxtımızı yox, özümüzə olan hörməti də azaldır. Bir vaxtlar insanlar saatlarla kitab oxuya bilirdi, saatlarla fokuslana bilirdi. İndi isə 30 saniyəlik videoya öyrəşmişik. Sürətli, parlaq, qısa. Telefon beynimizi sürətli stimullara alışdırır. Ona görə də dərs oxumaq çətin gəlir, işə fokuslanmaq çətin gəlir, uzun düşünmək çətin gəlir. Çünki beynimiz səbr etməyi unudur, dərinlikdir, diqqət parçalanır. Biz hər şeyin tez olmasını istəyirik. Amma həyat sürüşdürülən video deyil və ən təhlükəlisi, bu asıllıq görünmür. Heç kim səni zəncirləmir, amma sən yenə də bağlısan. Darıxanda telefona qaçırsan, stres olanda telefona qaçırsan, tək qalanda telefona qaçırsan. Biz artıq hisslərimizi yaşamaq yerinə onlardan qaçırıq, sıxıntıdan qaçırıq, sükutdan qaçırıq, özümüzlə tək qalmaqdan qaçırıq. Bu isə görünməz bir zəncirdir, sakit, amma möhkəm. Amma yaxşı xəbər var, hələ gec deyil. Telefon problem deyil. Problem nəzarətsiz istifadədir. Bildirişləri söndür. Səhər oyandıqdan sonra ilk 1 saat telefona baxma. Yatmazdan əvvəl onu özündən uzaq qoy. Özünə sual ver. Mən indi həqiqətən telefona ehtiyac duyuram, yoxsa sadəcə vərdişlə götürürəm? Kiçik dəyişikliklər böyük azadlıq gətirir. Unutma, telefon sənin alətin olmalıdır. Sən onun aləti yox. Əgər bu sözlərdə özünü gördünsə, deməli hələ gec deyil. İndi telefonu bir kənara qoy, dərin nəfəs al, başını qaldır. Həyat səni gözləyir. Bu kimi videoların davamı üçün kanala dəstək ol. Videonu bəyən və paylaşmağı unutma.